sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Amma ba'd, esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Mən də böyüklərimizin təbrikinə qoşulan hər iki tərəfi təbrik edirəm. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi duanı edirəm hər iki tərəf üçün. Barakallahu lekuma ve baraka aleykuma ve cema'a beynekuma fi xayr. Allah sizə bərəkət versin. Allahın bərəkəti sizin hər ikinizin üzərində olsun və Allah Teala sizi xeyir, bərəkət üzərində cəm etsin. Allah Teala bərəkət verərsə, orada bütün xeyirlər cəm olar. Və çox uzatmaq istəmirəm, bütün xeyirləri böyüklərimiz söylüyor, danışırlar. Allah Teala onlara bərəkət versin. Allahın bir ayəsini xatırlatmaq istəyirəm, həm özümə, həm də qardaşlarıma. Allah Teala buyurur ki, ayədə ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara. Əl-ayə, iman gətirənlər, özünüzü və ailənizi qoruyun. Neydən qoruyun? Oddan bir Allah Teala qoruyun. Ali radiyallahu anhu, İmam Ali radiyallahu anh buyurur ki, yəni ailəmizi, özünüzü qoruyun. Ailəmizi qoruyun, yəni o deməkdir ki, allimuhum və əddibuhum. Ailəmizə, evladlarımıza İslamı öyrədin. Şəriət elmini öyrədin onlara və onları İslamın ədəbi ilə ədəbləndirin. Elhamdülillah, ailə böyük bir məsuliyyətdir və orada əsas Allahın dinidir. Harada ki Allahın dini var, harada Quran var, harada sünnət var, orada xeyir, bərəkət var. Başqa hədisdə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Məsəlül beytüllezi yədkur rabbeh vəllezi la yədkur rabbeh. Məsəlül hayyi vəl meyyit. O ev ki orada Allah zikr olunur, o ev ki orada Allah zikr olunur, ölü ilə dirinin misalındadır. Hansı evdə ki Quran oxulur, hansı evdə ki azan verilir, hansı evdə ki Allah anılır, orada xeyir var, orada bərəkət var, şeytan orada yoxdur. Hansı evdə ki Allahın kitabı oxunulur, o evdə Quran-ı Kerim əskilərə bükülür, uca yerlərə qoyulur, lazım olanda istifadə edilir, orada xeyir, bərəkət çox vaxt olmur. Harada ki Quran Allahın muradına uyğun istifadə olunursa, orada bərəkət var. Ailədə Allahın kitabı ilə, Muhammed sallallahu aleyhi ve sellemin sünnəsi ilə hökümlər vermək, o ailəni, o evi kitab sünnət üzərində idarə eləməkdə xeyir, bərəkət oradadır. Qardaşıma, həmsinin bacıma xatırladıram ki, ailəsində, evində Allahın kitabı ilə